bir neçə müddət əvvəl mən paylaşmışdım həbslər barədə. İndi bəzi xəbər saytları, kütləvi informasiya vasitələri, yəni bunların çoxu demək olar ki, bağlanacaq. Yəni artıq indi bəzi səbəblər də var, sponsor məsələsi də var. Sponsorların getməsindən də bəzi xəbər saytları, nə bilim, əsas da ki, sosial şəbəkədə olan, belə deyək, bəzi şəxslər var. Onlar haqqında da, yəni, belə deyək, belə proqnoz vermək olar. Sonra bəzi təbiət hadisələri, bilirsiniz, Bibiheybət ziyarətinin yolu, bu həm geoloji cəhətdən biraz məsələlər və ezoterik məsələlərdə Azərbaycan ziyarətdə Allah bəzi, belə deyək, işarələr ilham verir.